Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Bu videoya sizdən xahiş edirəm ki, axıra kimi diqqətlə baxın ki, çox yaxşı evdir. Yəni kim alsa inşallah, bu evdə heç bir xərc çəkməyəcək. Evdə nə görürsünüzsə, manqalından tutmuş, lüstrünə, pərdəsinə kimi, konfetinə kimi, şokoladına kimi evdə nə varsa hamısı qalacaq. Dəyərli izləyicilərimiz, tam dolu əşyalı ev sahibi xaricə köçür deyə evi satır. Əşyaların da hamısı yaxşı əşyalardır, bahalı əşyalardır. Evin tikilişinə də söz ola bilməz. Yəni ustavuzu götürün, gəlin baxın evə. Qoşadaşdır, fundamenti var, kəmər atılıb, orta hissəsinə də kəmər atılıb, mərtəbə hündürlüyündə, yəni böyük zirzəmi hissəsi var. Qupqurudur yeri dəyərli izləyicilərim. Yeri qupqurudur. Yerləşmə yeri də hardadır? Həm Masazıra yaxındır, həm Xırdalana yaxındır. Cantəpə adlanan ərazi. Bu ərazi Respublikası qayının yaxınlığıdır. Yəni 142 nömrəli marşrut xətti evdən hardasa 100 metrlik məsafədən keçir. Birbaşa 20 yanvar metrosuna. Yerdən kürsülü evdir. Yarım sot həyəti qalıb, sot yarımda tikilib. 2 dənə maşın həyətə daxil ola bilir. Evlər arasında məsafə saxlanılıb, əla evdir. Yəni yaxşı 3 otaqlı ev axtarırsınızsa yaxşı, möhkəm, keyfiyyətli. Bu görürsə dəyərli izləyicilərim, bax bu uşaq koleskasına kimi qalacaq. Evdə nə varsa qalır da bir sözlə. Belə desə, evdə nə varsa qalır. Məhəmməd, gəl içəri. Təmirə bax. Yəni bina evi təmirində olan bir həyət evidir. Yəni bina evi ilə həyət evi arasında, seçim arasında qalmısınızsa, yəni bilmirsiniz ki, bina evi alasınız, həyət evi alasınız. Bu ev həmin evlərdən biridir. Çölü həyət evi, daxili bina evi. Evdə bax nə görürsünüzsə, baxın gözünüz nə görür evdə? Saatından tutmuş, xalça palasına kimi, çaynikinə kimi hamısı evdə qalır. Döşəməsi istipoldur. Mətbəx mebildir, yaxşı, bahalı mətbəx mebildir, genişdir. Təmir də ki, maşallah olsun, əla, çox super. Qiymət elə bir qiymətdir ki, ev sahibi qoyduğu puldan, yəni evin tikilməyindən, əşyalarından, qoyduğu puldan az pul istəyir. Yəni özünə çatan çox az pul istəyir. Bu evimizin qonaq otağıdır. Qonaq otağı da maşallah olsun çox gözəl. Yəni baxanda mebellərdən bilinir ki, ucuz mebel deyil, yaxşı bahalı mebellərdir. Kombisi var, hər bir şəraiti var. Rahat şəkildə istəsəz alıb bu evi 500-600 manata kirayə də verə bilərsiniz. Qiymət 93.000 manata. 93.000 manatdır. Ev sahibi ilə görüşərsiniz. Qiymətdə razılaşar inşallah. Təcili satır, bir daha da deyirəm, ev sahibi köçür. Satma səbəbi də Azərbaycandan köçür, xaricə köçür. Nə varsa evdə, nə görürsünüzsə. Baxın dəyərli izləyicilərimiz. Buna kimi qalır evdə. Baxın bu gördüyünüz yolkaya kimi qalır evdə. Nə görürsünüzsə xırda aksesuarına, böyük mebelinə kimi hamısı qalır. Bir daha da qeyd edeyim, bu koridordur, mətbəxdir, sanuzeldir, hamısı istipoldur. Bu evin hamam otağıdır. Hamam otağı da çox gözəl, çox keyfiyyətli hamam otağı. Baxın, sizlərə evimizin böyük yataq otağını göstəreyim. Yataq otağın genişliyinə baxın. Yəni standart gördüyünüz evlərdən deyil də bu ev. Yəni yataq otağı balaca olsun, qonaq otağı, mətbəxi balaca olsun. Çox gözəl, çox geniş, lüstrü, pərdəsi, aboyu, evdə istifadə olunan, yəni təmirin rəng çalarları hamısı bir-birini tamamlayır. Çox ürək açan, çox müsbət auralı, işıqlı bir evdir. 93.000 manatdır, sənəd kupçadır, çox təcili olaraq satılır. Qiymətdə razılaşma olacaq. Baxın bu gördüyünüz, mişkasından tutmuş kuklasına kimi hamısı satılır. Yəni konkret, real satılan evdir bu. Real satılan evdir, ev sahibi təcili satır, bir daha da qeyd edirəm. Mütləq gəlib bu evə baxın. Yerləşmə yeri evin özündən də gözəldir. Şəhərə ən yaxın yerlərdən biridir. Yəni Masazırla Xırdalana çox yaxın yerdir. Birbaşa 20 yanvara gedən marşrut xəttindən 100 metrlik məsafədə hündür, təmiz havalı, ideal yerdə. Sağ olun, salamat qalın.